proton, bir də gəlib neutron. Yığılışdılar söhbətə, gəlməyədir vəhdətə. Dinlədilər bir və bir hər birinin halını. Hər kəsin diqqəti də dinlədilər əhvalını. Elektron söylədi. Mən yürəyəm, yürürəm, ətalətim küçükdür, özürəm küçükdür. Proton dəstək edərək söylədi. Elektron, kütlə artıq olsa da yüküm səndə eynidir. İşarə təkli qəlbimi çoxdan sənə meyl edir. Onun ki bil, acıq ol, qəlbdən aşikəm sənə, incə eşqimə şərbat, baxma bu işləmə. Elektron bilmədi. Gör nə oldu sonrası? Neutron bildi nəymiş bu sükutun mənası. O dərindən ah çəkib, söylədi, teyri aram. Bilirsiniz məncə, elektron ehtalam. Ətalətin varlığı, düzülür proton qədər. Yükün yoxluğuysa məndə doğurur kədər. Baxıb vəcdə gəlirəm bu təmiz eşqimizə, izin verilmişliyi yetirmək istər. İndi isə kimyanın və fizikanın güclü bir nümunəsi ilə qarşınızdayıq. İldırım çarpması. Bu təcrübə ilə elektrik gücünün atmosferdə necə birləşdiyini və ildırımın necə baş verdiyini görəcəyik. Yıldırım təbiətdəki ən möhtəşəm elektrik hadisələrindən biridir. Bu hadisə göy qurşağını işıqlandıran və böyük bir enerji yığan elektrik boşalmasıdır. Bəs bu prosesi biz necə müşahidə edə bilərik? Gəlin birlikdə izləyək. Kimya sadəcə maddələrin quruluşunu və çevrilməsini öyrənən elm deyil. O həm də həyatın ən inci mexanizmlərini aydınlaşdıran güclü bir vasitədir. Bugünkü təqdimatımızda siz kimyanın çox maraqlı və bir qədər sirli bir hissəsi ilə tanış edəcəyik. Söhbət süni qan reaksiyasına gedir. Bu reaksiya real qan olmadan xüsusi maddələrin qarşılıqları təsir nəticəsində qanın kimyəvi xassələrini və rəngini təqlid edən prosesdir. Bu cür reaksiya romantik kimyada, kriminalistikada, laboratoriya təcrübələrində və ən xüsusi olaraq film sahəsində geniş təşkil olunur. Reaksiyanın gelişində baş verən dəyişiklikləri, dəmir yollarının iştiraki və kompleks birləşmələri yaranması kimyanın nə qədər canlı və tətbiq yönümlü olduğunu bir daha sübut edir. İndi isə sizi bu maraqlı kimyəvi proseslə daha yaxından tanış edəcək. Və bunun üçün çıxışı Əliyeva Aydan və Məmmədov Ayxazı səhnəyə dəvət edirik. Bir də